Axşamınız xeyir olsun hər birinizin. Ümid edirəm ki, hamınız yaxşısınız. Biz başlayaq yavaş-yavaş, digər iştirakçılarımız da bizə qoşulacaqlar yəqin ki. Ötən dəfə biz ümumiyyətlə danışmışdıq əsasən hansı tip şemalar var. Təbii ki, müəyyən qədər danışmışdıq, hər birini çatdırmamışdıq. Bu dərsimizdə bunun ardını danışacağıq və vaxtımız çatsa modlara keçəcəyik. Modlar xüsusilə həyatımızda belə deyək də diqqət edəcəyimiz məsələlərdir. Çünki bunlara baxanda, bu modlara baxanda həqiqətən də bir yerdə necə bir insanıq, reaksiyalarımız necə olur müxtəlif məsələlərə, ümumiyyətlə həyatda yaşama stilimiz necədir? Bunların hər biri haqqında özümüzü görə bilirik, tanıya bilirik. Və biz ümumiyyətlə danışmışdıq keçən dərsdə ki, şema terapiya, yəni sxem terapiyası nədir? Biz bunu bilsək, sxemlərimizi bilsək, bizə necə dəstək ola bilər? Bizim hansı uyumsuz şemalarımız var? Həyatımıza necə təsir göstərir? Müəyyən qədər danışmışdıq ki, bu uyumsuz şemalar, sxemlər necə yaranır? Nə baş verir ki, bizdə məsələn tərk edilmə sxemi yaranır və həyatımız boyu da bir növ bizim qarşımıza ya bizi tərk edən insanlar çıxır, ya biz onları tərk edirik ki, onlar bizi tərk etməsinlər. Yəni əslində bu məsələlərin hər biri çox dərin, həm də çox maraqlıdır. Ona görə hesab edirəm ki, əslində sizin üçün çox faydalı olacaqdır bu danışdıqlarımız, amma əvvəlki dərsdə də dediyim kimi mütləq şəkildə özünüz üçün bir dəftər tutun, qeydlər aparın. Materialları mən sonda göndərəcəm, çünki bir materialda dərslərin ardı da var. Ona görə istəmirəm ki, əvvəlcədən siz görəsiz, spoiler olsun sizə. İndi mən istəyirəm ekranı paylaşam artıq və biz yavaş-yavaş başlayaq ki, vaxtımız da çox getməsin. Yəqin ki, ekran görünür hər kəsdən. Bunlar keçən dəfəki bizim danışdığımız məsələlərdir, hansı ki, kognitiv davranış terapiyasından danışmışdıq, avtomatik düşüncələrdən danışmışdıq, şemaların dediyim kimi növlərindən danışmışdıq. Tərk edilmə, nümunə, güvənsizlik, sosial izolyasiya, qüsurluluq, zərər və xəstəliyə qarşı güvənsizlik, asılılıq, yetərsizlik, uğursuzluq, iç-içə keçmə, inkişaf etməmiş özlük. Burada qalmışdıq ümumiyyətlə. Elə buradan da istəyirəm davam edəm ki, ümumiyyətlə iç-içə keçmə, inkişaf etməmiş özlük nə deməkdir? Əgər ki, suallarınız olarsa, zəhmət olmasa chat bölməsinə yazın. Ya əvvəlki dərslərlə bağlı, danışdıqlarımızla bağlı, ya indi üçün hər birini cavablayacağam. Ümumiyyətlə, bu sxemə malik insanlar hələ də tam olaraq fərdiləşə bilməyiblər. Yəni, ya valideynlərindən bir növ asılı vəziyyətdədirlər, o qədər valideynləri ilə iç-içə şəkildədirlər ki, məsələn, olur, keçən dəfə də mən əslində bundan danışmışdım. Bir xanım var idi, deyirdi ki, niyə mənə ancaq mama uşağı bəylər yazır və yaxud da mən onlarla münasibət qururam. Yəni, biz artıq bu kimi xüsusiyyətə malik olan bəylərdə görürük ki, onlarda bu sxem aktiv ola bilər. Yəni, bu şəxslər ümumiyyətlə başqalarının davamlı dəstəyinə ehtiyac duyurlar, başqa insanlarla çox yaxın bağ qururlar. Təbii ki, bağ qurmaq çox yaxşı bir şeydir. İnsanın insana ehtiyacı var. Biz bəzən dəstək istəyə bilərik, kömək istəyə bilərik, amma bu artıq aşırı dərəcədə olduqda, yəni iç-içə keçdikdə insan başqa insanlarla nəticə olaraq insanın öz mənliyi, özlüyü, şəxsiyyəti, ümumilikdə onun inkişaf prosesi yarımçıq qalır. Yəni, o bir növ inkişaf etmir hər baxımdan. Və bu insanlar, burada da qeyd etdiyim kimi, nəticə olaraq başqalarından o qədər
başqaları ilə o qədər iç-içə olurlar ki, özlərini inkişaf etdirə bilmirlər. Təbii ki, bu da onların gələcək həyatlarında, həm münasibətlərində, həm dostluq münasibəti olsun, romantik münasibət olsun, hər birində öz mənfi təsirini göstərmiş olur. Daha sonrasında biz ümumiyyətlə gəlirik yeni bir başlığımıza. Mən qeyd etmişdim ki, bizim 5 başlığımız var və 18 uyumsuz şemamız var, sxemimiz var. Burada zədələnmiş sərhədlər sxeminə artıq biz keçirik. Birinci bizim gəlir haqlılıq sxemimiz. Deməli, bu da çox maraqlı bir sxemdir. Bu sxemə malik olan insanlar düşünürlər ki, mənə hər şey olar. Mən istədiyimi deyə bilərəm, mən istədiyimi edə bilərəm. Yəni bu şəkildə bir inancları olur. Və onlara çox da maraqlı olmur ki, başqalarının ehtiyacları nələrdir, başqalarının maraqları nələrdir. Əsas odur ki, mənim marağım üstün olsun, əsas odur ki, mən yaxşı olum. Bu şəkildə bir inanca sahib olurlar və yaxud da onların etdiyi, məsələn, hər hansı bir fəaliyyət ola bilər, davranış ola bilər. Bu insanlar üçün dediyim kimi maraqlı deyil ki, onlara zərərlidir. Yəni bunu demək olar ki, heç ağıllarının ucundan belə keçirmirlər, ancaq bir növ öz haqlılıqlarını orada güdürlər. Yəni mən bunu eləmək istəyirəm və mən bunu edəcəm. Mənə maraqlı deyil ki, bu məsəl üçün Əfsanə xanıma zərər vuracaq. Mənə maraqlıdır ki, mən haqlıyam bu məsələdə. Mən bunu edəcəm, mən bu məsələnin arxasınca gedəcəm. Bu şəkildə olur. Haqlılıq şeması bu şəkildə özünü göstərir və bəzi məsələn sxemlər var ki, məsələn, fədakarlıq sxemi. Fədakarlıq sxemi daha çox şəxsin özünə zərər vuran bir şeydir. Amma haqlılıq sxemi daha çox ətrafdakı insanlara zərər vuran bir şeydir. Təbii ki, bu insan özü üçün də bir zərərdir. Yəni bu o demək deyil ki, insanın haqlılıq sxemi varsa, o xoşbəxtdir, onun heç bir problemi yoxdur, o 1-0 öndədir. Xeyr. Bu şəkildə deyil. Daha sonrasında biz keçirik digər, yəni başlığımız zədələnmiş sərhədlər sxemidir. Yetərsiz öz idarə etmə. İkinci sxemimiz. Bu insanlar ümumiyyətlə məqsədlərə çatmayanda hər hansı bir tutaq ki, məqsədi olur, hər hansı bir arzusu olur, xəyalı olur. Məsələn, götürək tələbədir, belə bir sxemə malikdir, universitetə daxil olmaq istəyir, amma ki, universitetə belə deyək də, daxil olma müddətində təbii ki, hər bir kəs müəyyən bir zəhmət çəkir, əziyyət çəkir. Bu insanlar bir növ çətinliyə dözmürlər, oradakı zəhmətə dözmürlər və burada onlarda impulsiv davranışlar ortaya çıxa bilir, hisslər ortaya çıxa bilir. Yəni adından məlum olduğu kimi yetərsiz özünü idarə etmə. Adam özünü idarə etmədə yetərsizdir. Yəni tam olaraq bu adam özünü kontrol etmək, belə deyək də, bacarığına malik deyil. Və burada artıq bir çox məsələlər ortaya çıxır. Məsələn, asılılıq yaradan davranışlar. Tutaq ki, adam yetərsiz öz idarə etməyə görə neyniyəcək? Dediyim kimi, impulsiv davranışlar edəcək. Impulsiv nə deməkdir? Yəni, düşünülməmiş, anidən, planlanmamış, ağlına əsdi ki, gedim məsəl üçün bugün alış-veriş eləyim, çoxlu, hansı ki, heç onun ehtiyacı yoxdur ona, adamın ehtiyacı yoxdur, gedir, alır, ora girir, bura girir, ondan, bundan, hər şey yığır, bir də baxır ki, hə, mən deməli bu qədər alış-veriş eləmişəm. Yəni, o an çox vaxt fərqində olmur ki, bu adam mənim nəyə ehtiyacım var və yaxud da mən burada nə edirəm? Ağlına gəlir, türklər demiş, ağlına əsəni eləyir.
Bu şəkildə və daha sonra burada qeyd etdiyim kimi, məsələn, narkotik asılılıq ola bilər, yemə pozğunluqları ola bilər, qumar ola bilər, ümumilikdə, yəni zərərli vərdişlər, içki aludəçisi ola bilər. Bu şəkildə, yəni bunların hər biri, bu nümunələrin hər biri əslində göstərir ki, şəxsin özünü kontrol etməsi, yəni bu bacarığı demək olar ki, yoxdur və yaxud da aşağı səviyyədədir. Məsələn, gəlin yemə pozğunluqlarından götürək, yemə pozuntularından götürək. Nə baş verir? Adam məsəl üçün gedir, tutaq ki, emosional acılığı var, belə deyək. Gedir xaladenik gecə saat 1-də açır, baxır xaladenik, baxır. Əslində ac deyil. Məsələn, 1 saat, 2 saat əvvəl yemək yeyibdi. Çox yaxşı da yeyibdi. Amma artıq onda emosional aclıq olduğu üçün nə baş verir? O götürür, yenə yeyir. Sonra məsəl üçün o yeməyi qusa bilər, qaytara bilər və yaxud da özünü bir növ belə deyək də qaytarmağa məcbur edə bilər. Yəni yemək pozuntuları da özünü bu şəkildə göstərir. Yəni biz nə gördük əslində? Adamın özünü idarə etməsi, öz kontrolu yoxdur deyə getdi, xaladenik açdı, soyuducunu açdı və başladı yeməyi yeməyə. Ac olmadığı halda. Amma emosional ac olduğu halda. Məsələn, mən pasiyentlərimə də deyirəm ki, tutaq ki, emosional aclıqdan əziyyət çəkən insanlar var. Deyirlər ki, bir də Elə tut, elə. Ayşə xanım, zəhmət olmasa səsinizi bağlayardınız. Soruş. Aha, məsələn, gəlirlər, deyirlər ki, saat 2-dir, 3-dür, birdən soyuducunu açıb nəsə yeməyə başlayıram, sonra da peşman oluram. Mən onlara deyirəm ki, burada etməli olduğunuz şey nədir? O an bir durun. O an bir durun və özünüzə sual verin. Mən həqiqətən acammı? Mən həqiqətən ac hiss edirəmmi? Amma emosional olaraq yox. Həqiqətən fiziki olaraq. Artıq o sualı özünüzə verəndə nə baş verir? Sizdə bir fərqindəlik yaranır ki, əslində mən ac deyiləm axı. Mən 2 saat əvvəl yemişəm yeməyimi və yaxud da 1 saat əvvəl yemişəm yeməyimi. Ona görə çox mütləqdir ki, insan özünü dayandıra bilsin, müəyyən qədər iradəsi olsun, özünə yox deyə bilsin. Biz çox vaxt danışırıq başqalarına yox deyə bilməkdən. Amma biz özümüzə də yox deməyi bacarmalıyıq axı. Bu şəkildə biz problemlərimizi həll edə bilərik. Bu şəkildə biz çətinliklərin üstəsindən gələ bilərik həm də. Eynilə narkotik asılılığıdır, içki asıllığıdır, qumardır. Bunlar da belədir. Yəni insanlar olur məsələn, qumar asılılığı olur və nə baş verir? Bir də baxır ki, hər şeyi əlindən çıxıb, hər şeyi batıb, belə deyək. Niyə? Çünki adamın özünü kontrol etmə bacarığı yoxdur. Görürsünüzmü? Hamısı yenə də gəlir bura. Kənardan qınayır insanlar, o məsələn qumarbazdır, o məsələn içki içəndir, ona bax nə qədər paltar alır, yerli, yersiz, amma altında yatan səbəbi görmürlər. Buna görə də əslində çox zaman biz görürük ki, insanlar bir-birini qınamağa meyilli olurlar, bir-birinin sözünü danışmağa meyilli olurlar. Amma bunları bilsək, bəlkə də o davranışlarda azalmış olar. Bura qədər aydındırmı? Əfsanə xanım, bekarçılıqdan yemək kimi bilirdim bu durumu. Yəni çox vaxt emosional aclıq olur, nəinki bekarçılıqdan. Çünki bekarçılıqda başqa bir şeylər də eləyə bilərsiniz. Kinoya da baxa bilərsiniz, yürüyüşə də çıxa bilərsiniz, hər hansı bir işinizlə də məşğul ola bilərsiniz. Amma sırf gedib hər dəfə yemək yeyirsinizsə, ac olmaya artıq burada bir başqa məsələlər ortaya çıxır ki, bunlardan biri də emosional aclıqdır.
Yəni o an nə yediyinizdən də asılıdır. Məsələn, daha çox şokolad filan bu kimi şeylər yeyirsinizsə, deməli o an sevgi aclığınız olur müəyyən qədər. Yəni diqqət, sevgi görmək istəyirsiniz. Bu barədə də daha ətraflı sonra danışarıq istəsəz. Keçək digər deməli şemamıza, sxemimizə. Başqalarına yönəlmə sxemləri. Stres yeməkdə qrupa giriyormu peki? Ola bilər, bəli. Öncəliklə bizim gəlir hansı sxemimiz özünü fəda etmə. Özünü fəda etmə sxemi bu şəkildə görülür ki, insan könüllü olaraq özündən daha zəif, daha bir növ belə deyək də dəstəyə ehtiyac birini görür və həmin insanların ehtiyaclarını qarşılamağa yönəlir. Bəzən elə insanlar olur ki, özündən zəif, dəstəksiz olan insanlara qarşı etmir bunu. Hər kəsə qarşı edir. Yəni qarşısındakı insan avtoritar bir insan da ola bilər və bir növ bu şəxs bu sxema malikdirsə yenə də fədakarlıq edə bilər. Çox vaxt bu haqda danışanda bəzi insanlar deyir ki, nə var ki orada, normaldır da, kiməsə kömək etmək, kiməsə əl tutmaq, kimsə belə deyək də, nəsə bir ağrısına, acısına getmək, ona kömək olmaq, dəstək olmaq. Amma burdakı incə məqamı qaçırır insanlar. Ümumiyyətlə, əgər bir insan daimi olaraq özündən ödün verirsə, yəni bu nə deməkdir? Məsələn, sizin işiniz var, tutaq ki, siz bu gün bir çox işlərinizi görməlisiniz, dərs oxumalısınız, idmana getməlisiniz, dostlarınızla görüşməlisiniz. Başqa bir məsəl üçün mühitlə, dostlarınızla. Oradan bir dostunuz gəlir deyir ki, mənim sərbəst işimi bəs yaza bilərsən. Və sizin əvvəlcədən özünüzə aid bir planınız var. Siz bu planı o qədər də əslində xoşlamırsınız ki, pozasınız. Nə baş verir? Siz bu şəxsə deyirsiniz ki, hə, amma içinizdə əslində hə demək istəmirsiniz. Demək istəyirsiniz ki, yox, mən bu işlərim var, ona görə özün edə bilərsənmi və yaxud da yəni daha çox daha səmimi şəkildə də bildirə bilərsiniz. Bu demək deyil ki, yox deyəndə siz başqa insanlara açıq cavab verməlisiniz, mütləq şəkildə qəlbini qırmalısınız. Yəni qısacası bu incə məqama hər zaman diqqət edin. Siz özünüzü qurban verirsinizmi həddindən artıq? Siz öz ehtiyaclarınızı həddindən artıq başqalarına görə fəda edirsinizmi? Kömək olmaq demirəm, dəstək olmaq demirəm. Bu məqamı yadınızda saxlayın. Mən inciyirəmmi, yəni mən incinirəmmi başqa insanlara daimi olaraq fədakarlıq edəndə? Əslində bunun fərqində olmayan insanlar da var. Yəni bəzi insanlar fikirləşirlər ki, mən düz edirəm, yaxşılıq edirəm, burada fədakarlıq edirəmsə pis bir şey yoxdur. Üzr istəyirəm, bir dəqiqə mənə gəlir.
Üzürlü sayın. Eee, aha, harda qalmışdıq? Səsim gəlirmi sizə? Ekranda yəqin ki görsənir. Mənim səsim görüntümdə yəqin ki görsənir. Burada yazarsınız zəhmət olmasa. Bəli. Deməli, burada dediyim kimi əsas məqam nədir? Biz özümüzü incidirikmi, başqa insanları incitməyək deyə özümüzdən vaz keçirikmi və yaxud da öz ehtiyaclarımıza diqqət eləyəndə başqalarının ehtiyaclarını bir növ normal olaraq qarşılaya bilməyəndə, ya gücümüz buna çatmayanda, ya öz işimiz olanda, ya ümumiyyətlə etmək istəməyəndə, sadəcə yox demək istəyəndə biz günahkarlıq hiss edirikmi? Baxın, bu məsələyə də diqqət edin ki, günahkarlıq hissi varmı? Bu da çünki bizə ipucu verə bilər ki, bizim özünü fəda etmə sxemimiz varmı, yoxsa yoxmu? Daha sonrasında burada da qeyd etdiyim kimi insanların fədakarlıq etdikcə özünə inam hissi çoxala bilər və başqalarına kömək etməyin mənalı olması duyğusunu qazana bilər həmin adam. Bəzən də biz görürük ki, bu inanclardan da asılı olan bir şey olur. Yəni dini inanclardan bir növ belə deyək. Çünki bəzi dini inanclara məsələn malik insanlar düşünürlər ki, başqaları üçün özümü fəda etməliyəm. Bu arada bu kimi pasientlərim olub, ona görə bunu qeyd edirəm. Təbii ki, hər kəsə aid deyil, amma olanlar olur. Başqaları üçün özümü fəda etməliyəm. Bu halda məsələn cənnəti qazana bilərəm. Bu halda yaxşılıqlar çox etmiş olaram. Bu şəkildə də yəni inanclar mövcuddur. Burada bir baxmaq lazımdır ki, adamın dini inancındanmı gəlir bu, böyüdüyü yerdənmi gəlir? Məsələn, bunun əsas səbəblərindən biri də çox vaxt mən seanslarda görürəm. İnsanların bu sxemə malik insanlar məsələn çox fədakar ana ilə böyüyüblər. Hansı ki, bu ana heç vaxt öz ehtiyaclarını qarşılamayıb, ehtiyacları qarşılananda onları əli ilə itib, çox fədakarlıqlar edib, həm geyim olsun, həm yemək olsun. Məsələn, mənə deyirlər ki, bəzən Aysun xanım, övladlarım üçün hər şey edirəm, onlar üçün ən yaxşısını etməyə çalışıram, özüm yemirəm, onları yedirdirəm, özüm geyinmirəm, onları geyindirirəm. Burada mən onlara bir söz deyirəm. Bu cümləm o olur ki, əslində uşaqlarınız da sizdən öyrənir həyatı. Yəni valideynlər, onu böyüdən insanlar necədirsə, uşaqların da bir yerdən sonra özünə qarşı davranışları, ümumiyyətlə dünyaya baxışları o şəkildə olur. Çünki ailə, onu böyüdən insanlar, insanı böyüdən insanlar həqiqətən çox mühüm bir vəzifəyə malikdir. Yəni bu şəkildə ana ilə böyümüş uşaq ondan nə götürə bilər? Nə qazana bilər? Sadəcə olaraq o da düşünə bilər ki, ya bu şəkildə ola bilər ki, mən ümumiyyətlə heç kəsə yaxşılıq etməyəcəm, mən heç vaxt heç kimin əlindən tutmayacağam, heç kimə dəstək olmayacağam, ancaq özümü düşünəcəm. Yəni ancaq mən narsistik özəllikləri ola bilər bu adamın və yaxud da bayaq haqlılıq şemasından danışdıq. Haqlılıq şeması ola bilər. Amma bu şəkildə də ola bilər. Eyni ilə valideynli, məsələn, anası bu şəkildədirsə, anasını təkrarlayan. Yenə də özündən qurban vermək, həddindən artıq başqalarına kömək olmaq, öz ehtiyaclarını görməzdən gəlmək. Bu da bu şəkildə. Yəni bunu qeyd edeyim ki, əgər valideyn bu cürdürsə, mütləq uşaq da belə olacaq deyə bir şey yoxdur. Amma ki, ehtimal var. Bu şəkildə də ola bilər, o şəkildə də ola bilər. Belə. Daha sonrasında biz gəlirik təsdiq axtarışına. Ümumiyyətlə bu sxemə malik olan insanlar ətrafdan daimi olaraq bir təsdiq, bir qəbul, bir diqqət görmək istəyirlər. Burada müəyyən qədər şəxs özünə güvənmir.
öz hisslərinə güvənmir, öz düşüncələrinə güvənmir və daha çox başqalarından asılı olur onun edəcəyi işlər. Yəni əgər ki, başqası desə ki, hə bu stakanı al, nə gözəldir, nə qəşəngdir, o gedib onu alacaq. Amma əksinə olaraq deməsə, məsələn, başqa bir insana üz tutacaq ki, onu təsdiqləsinlər. Mən bu stakanı alım yoxsa yox. Yəni bu stakanı özü bəyənib adam, almaq istəyir, amma orada dayanır. Ona nəsə mane olur ki, kimsə təsdiq eləsin, mən ondan sonra bu stakanı alım. Və burada da qeyd etdiyim kimi, bu sxem tez-tez şəxsən mənalı və məmnuniyyət verici olmayan vacib qərarlar verməsinə səbəb olur. Çünki ilk növbədə başqaları nəzərə alındığından qəbul edilən qərarlar insanın orijinal bacarıqları və ehtiyacları ilə tam uyğun olmur. Yəni adam əslində o stakanı bəyənməyə də bilər. Amma başqa biri deyə bilər ki, yox, onu al, bunu alma. O adam gedib öz bəyəndiyi stakanı yox, həmin adamın dediyi stakanı alacaq. Və ona görə də heç bəlkə də ona tutaq ki, qırmızı stakan lazım idi. Amma ki, o gedir, başqası yaşıl deyir deyə yaşılı alır. Ona görə də həmin adamın ehtiyacını qarşılamır. Çünki onun qırmızı stakana ehtiyacı var idi. Və yaxud da burada misallar göstərmişəm. Valideynlərinin istəyi ilə universiteti seçmək, həyat yoldaşının istədiyi bir şəhərə köçmək və yaxud da karyerasını yarımçıq qoymaq. Və bu insanlar kənarlaşdırılmağa qarşı həddindən artıq həssasdırlar. Yəni ki, mən bir növ kənarlaşdırılmamalıyam. Hər zaman insanların diqqət mərkəzində olmalıyam. İqnor edilməməliyəm. Kənara atılmamalıyam və buna görə də avtomatik olaraq o özünə güvənmir, öz seçimləri olmur. Daim olaraq başqa insanların seçdiyi və təsdiq etdiyi bir növ fəaliyyətlərlə ya məşğul olurlar, ya davranışları göstərirlər. Bu da bu şəkildə. Daha sonrasında gəlir tabe olma və boyun əymə. Əfsanə xanım, limitsizdir, yəni zoomumuz limitsizdir. Ona görə narahat olmayın, dayandırmayın rekordu. Yəni dayanmayacaq. Aha, yenə də bu da öz seanslarımda gördüyüm bir növ sxemlərdən biridir. Və boyun əymə sxemi özünü fərqli şəkildə göstərə bilir. Ya insan boyun əyir, həmin ki, müdirinə, rəhbərinə tabe olur, ya oradan qaçır, ya da ki, aqressiv bir reaksiya göstərir. Yəni, burada 3 davranış olur. Və burada qeyd etdiyim kimi, nəzarəti başqalarına vermək, pis rəftar görmək və ya tərk edilmək kimi duyğulardan qaçmaq üçün insan öz istək və ehtiyaclarını digər insanların tələblərinə uyğunlaşdırır. Və bir yerlərdə cəzalandırılmaqdan qorxur. Ona görə də şəxs öz ehtiyaclarını görməzdən gələrək başqa insanlarla razılaşır. Onlara tabe olur. Məsələn, bir adamdır, rəhbəri deyir ki, sən 9-dan 6-ya qədər yox, 9-dan tutaq ki, 10-a qədər işləməlisən. Yəni artıq qaydalarımız bu cürdür. Amma bu adamın evi çox uzaqdır. Bu adam məsəl üçün başqa bir işlə də məşğuldur, qala bilməz və yaxud da evdə onu gözləyən insanlar var. Adam nə edəcək? Ya müdürü ilə razılaşacaq, boyun əyəcək ona. Deyəcək ki, hə, razıyam. Amma ona uyğun deyil axı. Görürsüz insana nə qədər zərər vurur həmin bu sxemlər. Ya oradan qaçacaq. Yəni deməyəcək ki, yox, ay filan kəs bəy, ay filan kəs xanım. Bu mənə uyğun deyil.
Ya bu şəkildə işləyim, ya da gəlin sağollaşaq. Bunu da deməyəcək. Bir də görəcəksiniz ki, adam işə gəlmir və yaxud da sadəcə sağollaşdı və işdən çıxdı. Bu şəkildə. Daha sonrasında, bu arada mən danışdıqca bir özünüzü yenə də analiz edin. Baxın, görün ki, sizdə nələr ola bilər, hansı xüsusiyyətlər var bunlardan. Həddindən artıq ayıq-sayıqlıq və bastırılmışlıq sxemləri. Bu da ən sonuncu 5-ci belə deyək də başlığımızdır. Bura ilk öncə daxildir yüksək standartlar sxemi. Keçən dəfə iştirakçılarımızdan biri mükəmməliyyətçilik haqqında sual vermişdi. Baxın, elə bu dərsimizdə artıq biz mükəmməliyyətçilikdən danışacağıq. Yüksək standartlar, yəni deməkdir mükəmməliyyətçilik. Bu insanlar düşünürlər ki, etdiyim hər bir iş heç vaxt əslində yetərincə yaxşı deyil. Hər zaman mən daha çox şey edə bilərəm. Hər zaman mən daha çox səy göstərməliyəm. Daha çox çalışmalıyam. Əslində adam çox yaxşı bir iş ortaya çıxardıb. Bir layihədir, layihəni yazıb, verib, təqdim edib, icra edib, amma yenə də özündən adamın bir narazılıq hissi var ki, yox, nəsə bu belə olmadı, bu yaxşı olmadı, bu alınmadı. Bu şəkildə. Və bu inancın motivasiyası adətən daxili tənqiddən qaçmaq üçün son dərəcə yüksək daxili bacarıq tələblərini qarşılamaq istəyidir. Yəni, adamın içində bir daxili tənqid olur ki, sən yaxşı eləmədin, səndə yenə də nəsə alınmadı, sən daha yaxşı edə bilərdin. Bu da əslində yenə də ailədən gələn bir şey olur çox vaxt. Mükəmməliyyətçi valideynlərlə böyüyən, valideynlə və yaxud da böyüyən şəxslər və ya onu böyüdən insanlarda bunlar ortaya çıxır. Adam, yəni, çox yaxşı uğur qazanır işində, ailəsində və yaxud da hər hansı bir idman növündə, yenə də öz sahəsində, həmin bu məsələlərdə zövq və məmnuniyyət hiss edə bilmir. Ona görə də həmişə fikirləşir ki, daha yaxşısını eləməliyəm, ən yaxşısını eləməliyəm. Amma çox təəssüf ki, onlar içlərində olan bu uyumsuz, bu belə deyək də uyğun olmayan sxemi, zərərli sxemi düzəltmədikcə, korreksiya etmədikcə çox yaxşı, çox möhtəşəm bir iş belə ortaya çıxarsa